Rüfət müəllim, sizlə davam etmək istəyirik. Ümumilikdə insan olaraq biz Rəbbimizə necə şükür etməliyik? Rəhman və Rəhim olan Uca Allahın adı ilə mən də hər ikinizi salamlayıram və bizi izləyən bütün izləyicilərimizi salamlayıram. Artıq Ramazan ayının sonlarına doğru gələrək çatırıq. Doğrudur, hüzün dolu bir günlərdir. Vidalaşmağa doğru hazırlaşırıq. Amma bundan öncə bəlkə siz də məni təsdiqləyərsiniz. Allah həmd olsun, yeryüzündə İslam kimi bir nemət endirib. Allah həmd olsun ki, bizə bu cür mübarək, müqəddəs ayı və xüsusi günləri veribdir. Və eyni zamanda da Allaha həmd edirik və şükür edirik ki, bu cür dəyərli alimlərimiz var. Bunun üçün də bir şükrə ehtiyacı var. Həzrət Əl-İslam buyurur ki, insanlara təşəkkür edə bilməyən Rəbbinə şükür edə bilməz. Bu baxımdan bizim birinci insan olaraq sosial varlıqlarıq, bir-birimizə möhtac varlıqlarıq, bir-birimizi tamamlayan varlıqlarıq. İstər ailə daxili münasibətlər olsun, istər dostluq münasibətləri olsun, istər qardaşlıq münasibətləri olsun ki, bizim bir-birimizə təşəkkür etmək vəzifəmiz və borcumuzdur. Hətta Allah Rəsulü buyurur ki, bir-birinizə hədiyyələr verin, hədiyyələr verdiyiniz zaman təşəkkürlər edin. Bu sizin qəlbinizi bir-birinizə daha da istiləşdirər, münasibətlərinizi sıxlaşdırar və eyni zamanda birini Allah üçün çox edirsənsə, istəyirsənsə, de ki, mən səni Allah üçün çox sevirəm, istəyirəm, bunu o qardaşınıza deyin, bildirin. Yəni, bizim təşəkkür etməyimiz, bir-birimizə xoş münasibət göstərməyimiz, ünsiyyətlərimizi sağlam formada qurmağımız dolayısıyla bir sağlam cəmiyyət formalaşdırır. Və bu sağlam cəmiyyətin də formalaşması bizim dini dəyərlərimizi, milli dəyərlərimizi gözəl yaşamağımıza səbəb olur. Bu baxımdan biz insan olaraq bir-birimizə təşəkkür edirik, təşəkkür borcunun haqqını veririk və dolayısıyla Rəbbimizə şükür etməyin də haqqını ödəmiş oluruq. Amma ümumilikdə baxaq ki, biz insan olaraq nə üçün Rəbbimizə şükür edirik? Şükrümüzə etməyə səbəb olan şeylər olmalıdır. Ən başlıcası bəlkə də bizim elə insan olduğumuz üçün Rəbbimizə bir şükrə ehtiyacımız var. Çünki biz insanıq, digər varlıqlardan fərqliyik. Digər varlıqlardan fərqli isə artıq biz özümüzün kim olduğunu, haradan gəldiyimizi, harada olduğumuzu, hara gedəcəyimizi, dünyaya nə üçün gəldiyimizi, missiyamızın nədən ibarət olduğunu, bizim vəzifələrimizin nədən ibarət olduğunu düşünürük və bunun üçün Rəbbimizə şükür edirik. Yaxşı, insan olaraq yarandıq, birdən Allah bizə Peyğəmbər göndərməsəydi, halımız necə olardı? Allahın Peyğəmbərinin tamamlayıcıları sayılan, onun nübüvvətini insanlığa çatdıran, sevdirən Əhl-i Beyt imamları olmasaydı bizim halımız necə olardı? Allah Rəsulunun ətrafındakı o sağlam əsr saadət dövrünün ulduzları dediyimiz sahabələr olmasaydı, İslam dini, İslamın nuru dünyaya necə yayılardı? Və yaxud Peyğəmbər vardı, Quran-ı Kərim yoxdur. Bunlar hamısı bir-birini tamamlayan amillərdir ki, həqiqətən Quran üçün şükrə ehtiyac var, Peyğəmbər üçün şükrə ehtiyac var, imamlar üçün şükrə ehtiyac var, sahabələr üçün şükrə ehtiyac var və eyni zamanda bizim yaşadığımız cəmiyyətdə insan olaraq varıq, Peyğəmbər olaraq varımızdır, Quran olaraq var, maddi qidalarımız yoxdur. Amma indi baxın, sayaq, Quranda da ayədə var ki, Rəbbinizin nemətlərini saysanız, sayıb qurtara bilməzsiniz. Həzrət Əli İslam Nəhcül Bəlağada buyurur ki, siz istəsəniz ki, o nemətləri sayasınız, nə ağlınız o nemətləri düşünüb ortaya bir şey çıxarda biləcək, nə sahib qurtara biləcək. Və yaxud bizim, bayaq müəllim dedi, həmd daha biraz geniş anlama gedir ki, bilib-bilmədiyimiz aləmlər. Məsələn, biz görünən nemətlərə şükür edirik, amma bir də görünməyən nemətlər var ki, məsələn, göyün 7 qatdan ibarət olması. Başımıza gəlib neytrolit parçaları düşmür. Düşməməsinə səbəb, məsələn, göyün müəyyən qatlarında onu Allah alır, o yanan ulduzlar kimi tökülür, orada kübrə halına çevrilir, yağış halında yer şürəsinə yağmış olur. Bir nemət olaraq bu da qəbullanılır. Və eyni zamanda ağıl neməti. Məsələn, maddi nemətlərdən keçirsən, ağıl nemətinə ki, şükürünə ehtiyacı var. Onsuz da ağıl olmayan insanlardan hesab da soruşulmaz, şükür də etməsələr də məzəmmət olunmazlar. Amma Allah bizə ağıl neməti veribsə,
ağıl neməti üçün Rəbbimizə şükrə ehtiyac var. Yəni digər tərəfdən baxırsan, insanıq, ağlımız var, ruhumuz var. Bizə bir qəlb neməti verilib ki, Allah buyurur, mənim ərşim yerə və göylərə sığmaz, amma mömin bir qulun qəlbinə sığar. Bu qədər dəyərli, əşrəf bir varlıq ki, Allahın ərşini qəlbində daşıyacaq bir varlıq. Bunun üçün xüsusi bir şükrə ehtiyac var. Yenə biz saysaq, Allahın da Quranda buyurduğu kimi, müəyyən 500 sənəsini saya bilərik və ya sayırmış kimi görsənə bilərik ki, saya hesaba gəlməyəcək qədər şükürlər vardır. Və İmam Zeynalabdin Əleyhisselamın sözə son qoymaq istəyirəm ki, İmam Zeynalabdin Əleyhisselam buyurur ki, ey Rəbbim, mən sənə necə şükür edə bilərəm? Biz bunu çox təkrarlayırıq. Həqiqətən hər dəfə təkrarladıqca sanki mənim üçün yeni bir cümlə olur bu. Buyurur ki, ey Rəbbim, mən səni necə şükür edə bilərəm? Mənə şükür eləmək qabiliyyəti veribsən, o şükrün özünün şükrə ehtiyacı var. Əslində şükür eləmək bir qabiliyyətdir. Necə deyirik, filan kəs qabiliyyətli insandır, insanlarla gözəl davranır, gözəl münasibət qurur, gözəl əxlaqı var, gözəl ədəbi var. Şükür edə bilmək də bir əxlaqdır, bir ədəbdir, bir qabiliyyətdir ki, İmam Zeynalabdin İslam buyurur, ya Rəbbi, mən sənə necə şükür edə bilərəm? Mənə şükür eləmək veribsən, şükür eləməyin də özünün şükrə ehtiyacı var. Hələ şükür nemətin özünə şükür eləmək lazımdır ki, ey Rəbbim, sən mənə şükür eləmək qabiliyyəti veribsən. Bir anlıq düşünək, Allah o qabiliyyəti bizdən alsaydı, heç bizim o qabiliyyətimiz olmasaydı, halımız necə olardı? Çox sağ olun, geniş cavablar üçün, məlumat üçün, Allah razı olsun.